Alo, boş. Ermənistan və Türkiyə arasındakı sərhəd keçid məntəqəsinə erməni sərhədçilər nəzarət edəcək. Nikol Paşinyan elan edib ki, Rus əsgərləri Markara sərhəd keçid məntəqəsindən çıxarılıb. O, bu açıqlamanı fevralın 28-də bildirib. Baş nazir həm də Rusiya hərbçilərinə xidmətlərinə görə təşəkkür edib. Markara Türkiyədə Alican sərhəd keçid məntəqəsi hazırda fəaliyyət göstərmir. Çünki Ermənistan və Türkiyə sərhədləri bağlıdır. Ermənistan hökuməti 2022-ci ildə keçid məntəqəsini təmir edib və Rusiya sərhəd xidmətçiləri orada daimi xidmətə başlayıblar. Baş nazir onu da deyib ki, martın 1-dən sərhəd keçid məntəqələrinə nəzarəti yalnız Ermənistan sərhəd qoşunları edəcək. 2024-cü ildə Rusiya Zvartnos beynəlxalq hava limanından və İranla sərhəd keçid məntəqəsindən öz sərhədçilərini çıxarıb. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri gərgin olaraq qalır.